Salam uşaqlar, bugünkü mövzumuz tərs mütənasib asıdılıq. Səhifə 53, 54, 55. Başlayaq dərsimizə. Uşaqlar, keçən dərsimizdə sizinlə düz mütənasib asıdılıq haqqında keçdik. Dedik ki, düz mütənasib asıdılıq nə oldu? Biri artanda o birisi də o dəfə artmalıydı, düzdürmü? Yəni, birincini 3 dəfə artırdımsa, digər də 3 dəfə artmalıdır. Yəni, eyni getməlidir. Və yaxud da ki, birini 3 dəfə azaltdımsa, digər də 3 dəfə azalmalıydı. Eyni dəfə azalmalıydı və yaxud da artmalıydı. İkisi də eyni istiqamətdə getməliydi. Bu oldu bizdə düz mütənasib asıdılıq. Və uşaqlar, bir də danışdıq düz mütənasib asıdılıqda. Dedik, düsturu y bərabərdir, KX formasında təyin olundu. Bu oldu bizim düz mütənasib asıdılığımızın düsturu. İndi uşaqlar, bir də ki, bir-iki nümunə verdik. Məsələn, deyirdik ki, 1 kiloqram almanı 2 manat alıramsa, 2 kiloqramı 4 manat alacam. Yəni, kütlə artdıqca xərclədiyimiz pul nə qayırır? Artır, sərf elədiyimiz pul artır. Bu formada olmuşdur, yəni işçi də artdığına görə dedik düz mütənasib. Bugün uşaqlar, danışacağıq tərs mütənasib asılılığı haqqında. İndi hər ikisinə aid nümunələr verərək bir-birinə ayırmağa çalışacağıq. Bəs uşaqlar, tərs mütənasiblik asılılıq nədir? Uşaqlar, tərs mütənasib asılılıq biri artanda digəri azalırsa, yəni bunu artıranda bu birisi azalırsa, bu olacaq bizə tərs mütənasib. Və yaxud da ki, biri azalanda digəri artırsa, biri azalanda azalma aşağı, azalanda digəri artırsa, bu oldu bizdə tərs mütənasib asılılıq. Yəni fərqli istiqamətdə getməlidir. Məsələn, deyirəm ki, uşaqlar, belə bir sual deyim. Deyirəm ki, bir nəfər mən tutaq ki, otağı neçə saata yığışdıram? 5 saata. Tutaq ki, bir otağı 5 saata yığışdıram. Bir nəfər mən. Uşaqlar, siz gəlsiniz mənə köməyə. Tutaq ki, deyirəm ki, məni ilə bir yerdə 2 nəfər də gəldi, 3 nəfər bir yerdə iş görür. Uşaqlar, kömək olunanda, tutaq ki, mən əvvələ bu hissəni yığışdırırdımsa, təbii ki, mən daha az zaman sərf edəcəm, düzdürmü? İşim rahatlayacaq. Yəni uşaqlar, bizim sayımız artdıqca sərf elədiyimiz zaman nə qayırdı? Azaldı. Düzdürmü? Və yaxud da deyirəm ki, əvvəllər işi 5 nəfər görürdük, bu işi 5 nəfər görürdük, neçə saata qutarırdıq. İndi tək mənim üstümdə qaldı bu iş. Uşaqlar, onda mən tək işləyirəm deyə daha çox iş görəcəm, daha çox zaman sərf edəcəm. Yəni, sayı azaltdım, mənim sərf elədiyim zaman artdı. Baxın, bir-birindən tərs. Aydındır bu sizə? Və yaxud da, baxın, bu formada bir daha suallar olanda tərsə götürürük. Adamın sayı ilə işin vaxtı. Əlbəttə ki, adamın sayı artdıqca zaman azalmalıdır. Adamın sayı azaldıqca zaman artmalıdır. Və yaxud da traktor söhbətində olur. Deyir ki, bir dənə traktor bu işi 5 saata görür, bəs 5 dənə traktor neçə saata görür? Əlbəttə ki, mən traktorun sayını artırmışamsa, sərf elədiyim zaman azalacaq. Çünki traktorlar çoxdur axı. Hərəsinə bir hissə verəcəm, tez bir zamanda qurtaracaq. Bu oldu bizdə tərs mütənasib asılılıq. Başqa bir sual üzərində deyim. Deyirəm ki, məsafəni dəyişmirəm. Məsafə olduğu kimi qalır. Məsələn, deyirəm ki, bu məsafəni A nöqtəsindən B nöqtəsinə məsafəsi olsun. Uşaqlar, yavaş-yavaş gedirəm. Yavaş-yavaş, yəni sürətim azdır. Tutaq ki, 5 ilə gedirəm, 5 km/saatla gedirəm, 10 km/saatla gedirəm, fərq eləmir. Yavaş-yavaş gedirəm. Uşaqlar, yavaş-yavaş gedirəmsə, tutaq ki, həyətə düşürəm. Neçə saata düşəcəm? Deyirəm ki, bir məntəqəyə çatıram 1 saata. Uşaqlar, indi deyirəm ki, həmin məsafəni dəyişmirəm. Həmin məsafədə, eyni məsafədə. İndi isə deyirəm, qaça-qaça gedirəm. Sürətli gedirəm. 30 km tutaq ki, bölünsün saat sürətlə gedirəm. Deyirəm ki, bəs nə qədər zaman sərf edəcəm? Əlbəttə ki, mən sürətli getmişəmsə, daha tez çatacam, düzdürmü? Yəni, sərf elədiyim zaman nə qalacaq? Azalacaq. Tutaq ki, çatacam 20 dəqiqəyə. Bu 1 saatı yazım 60 dəqiqə ki, dəqiqələ işçisini də görün. Baxın, sürətim aşağı olanda zamanım çox. Yox, sürətimi artırdım.
sərf elədiyim zaman azaldı. Görürsünüz uşaqlar, bu oldu bizdə tərs mütənasib cəmiyyətlər. Biri artanda digəri azalırsa və yaxud da biri azalanda digəri artırsa, bu oldu tərs mütənasib. Problem yoxdur burada. Problem yoxdursa əla. Onda 2-3 dənə nümunə deyəcəm uşaqlar. Siz məndən birinci özünüz cavab verin. Sonra mən cavabını deyəcəm bir daha. Məsələn, ola bilər tərs mütənasibə aid deyim nümunəni, ola bilər düz mütənasib. Uşaqlar, hələlik işləmə yolunu öyrətmirəm ha. Sadəcə ayıra bilin ki, düz mütənasibdir yoxsa tərs mütənasib. Mənə əsas o lazımdır. Sonra işləmə yolunu bilərik. Düz mütənasibi onsuz da bilirik. Dünən işlədik, düzdürmü? Y bərabərdir. KX düsturunu da yazdıq. Dünən işləmişik düz mütənasibə aid. İndi mənə belə bir sual deyir. Tutaq ki, deyirəm ki, bir nasos hovuzu 5 saata doldurur. Bəs 5 nasos neçə saata doldurar? Bu sual tərs mütənasibə aiddir yoxsa düz mütənasibə? Düzdür, tərs mütənasibə. Səbəb niyə? Uşaqlar, nasos bir dənə olanda gec su vururdu, gec dolurdu. Amma 5 dənə olanda əlbəttə ki, sürətli olacaq, sərf edədiyim zaman azalacaq. Deməli, tərs mütənasib. Nasosun sayı artdı, sərf olunan zaman azaldı. Oldu bizdə tərs. Başqa bir nümunə deyim. Məsələn, belə bir sual deyir bizə. Deyirəm ki, zamanımı sabit saxlayıram. Deyirəm ki, 30 km/saat sürətlə gedəndə 60 km yol getdim. Bəs tutaq ki, 40 km/saat sürətlə gedəndə nə qədər yol getsəydim? Bax, sürəti artırdım, düzdürmü? Əvvəl 30 idi, oldu 40. Uşaqlar, zaman eynidirsə, təbii ki, sürətli getsəm, daha çox yol gedəcəm. Yəni, necə olur? Düz mütənasib. Biri artdı, digəri də artdı. Bu oldu bizdə düz mütənasib. Bu formada, yəni düz mütənasib eyni formada getməlidir, artanda artmalıdır. Azalanda azalmalıdır. Eyni. Tərs mütənasib artanda azalmalıdır. Azalanda artmalıdır. Bu oldu bizdə tərs mütənasib. Bu isə aydındır. Aydındırsa əla. Bəs bunun suallarının hansı formada işləyirik? Uşaqlar, məsələn dedik ki, bir traktor bir işi 5 saata görür. Tutaq ki, yeri 5 saata şumlayır. Bəs 5 traktor neçə saata şumlayar? 2 saat. Uşaqlar, yadınızdan çıxartmayın. Tərs mütənasib, düz mütənasib fərq eləməz. Traktorun altına traktor, saatın altına saat. Bu dəyişmir. Bu aydın. İndi bunu yazdım. Uşaqlar, birinci baxırsınız, sual düz mütənasibliyə aiddir yoxsa tərs mütənasibliyə? Yadımıza salırıq. Dedik ki, düz mütənasibdirsə, əgər aldımsa düz mütənasibdir, baxın bu vur, bu bərabərdir, bu vur buna. Aydındır? Xaç formasında, X formasında. Amma tərs mütənasib alsız uşaqlar. Bu vur, bu bərabərdir, bu vur buna. Problem yoxdur burada. Düz mütənasibdə bunların hasili, tərs mütənasibdə bunların hasili. Yan-yanaların hasili. Bu formada işləyəcəyik. İndi baxın, sualı oxuyun bir daha. Görüm tərsdir yoxsa düz? Hələm, sualı bilmirəm. Bir traktor 5 saata qurtarır. Traktorumu artırdım. Zamanım nə qayıracaq? Azalacaq. Всё. Deməli, tərs mütənasib. Deməli, bu vurulsun. Bu bərabərdir, bu vurulsun buna. 5 vur x, aldım 5x bərabərdir. 1 vurulsun 5, 5. Hər tərəfi 5-ə bölsəm x bərabərdir 1. Deməli, 5 traktor işi 1 saata qurtaracaq. Aydındır uşaqlar? Bu formada həll edirik. Bu oldu bizim tərs mütənasib cəmiyyətimiz. Düz olanda bu formada həll edirdik. Yaddan çıxmasın. İndi keçək, misallar üzərində baxaq. Görək kitabımızda hansı suallar verib. Kitabda suallarımıza baxırıq indi. Verilib bizə. Bir saniyə uşaqlar.
Aha. Səhifə 53, birinci sualdan başlayırım. Deyir ki, iki məntəqə arasındakı, qatar iki məntəqə arasındakı məsafəni sabit sürətlə qət etdi. Qatarın sürətini 2 dəfə çoxaltsaq, eyni məsafəyə sərf olunan zaman necə dəyişər? Uşaqlar, deyir ki, məsafə sabit, yəni məsafə dəyişməyib. Uşaqlar, deyir ki, sürətini artırsan, onda zaman nə qayıracaq? Azalacaq. Demək, sürəti 2 dəfə çoxaltmışamsa, zaman 2 dəfə azalacaq. Tərs mütənasib cəmiyyətdir. B variantı 3 dəfə azalanda, deməli 3 dəfə artacaq zamanım. Aydındır uşaqlar. Niyə 3 dəfə azaldanda? Bax, məsafə sabit. Buradan bura kimi getməliyəm. Uşaqlar, mən deyirəm ki, sürətimi normalda sürət necədir? Belə. Sürətli formada gedirik, düzdürmü? Deyirəm ki, sürətimi azaldıram. Yavaş-yavaş gedirəm. Əlbəttə ki, sürətimi azaldanda mən buradan bura çatacağam. Yəni, zamanım daha çox gedəcək. Yəni, sürət azaldı, zaman artdı. Bax, yavaş-yavaş gedim. Yavaş-yavaş gedirəm. O tərəfə, bu tərəfə doğru. Təbii ki, sərf elədiyim zaman artacaq. Sürət azalmağı ilə zamanın artmağı olacaq. Yəni, sürətimi 3 dəfə azaltdımsa, zamanım avtomatik 3 dəfə artacaq. Aydın, səhələ. Keçdim ikinci suala. İkinci sualda deyir ki, cədvəldə sahəsi 24 vahid kvadrat olan düzbucağının tərəflərindən biri verilib. Cədvəli tamamlayın. Uşaqlar, sahə nədir? 24, düzdürmü? Yəni, S bərabərdir 24. Bunu yazdım. Uşaqlar, sahə hansı düsturla təyin olunurdu? Eyni uzunluq yazmayacağım. AB yazacağım birbaşa. S bərabərdir A vurulsun B. Gəlin buradan da yazdım hətta. Dörd dənəsi mən yazsam. Qanundan özünüz yazın ki, beyniniz aktivləşsin. Özünüz fikirləşin. Hamısını yazmağım sizin ziyanınızdadır. Yaddan çıxartmayın. Özünüz fikirləşməlisiniz. İndi verilib S bərabərdir A vur B. Yəni 24. Uşaqlar, sahə. İndi deyirəm ki, A ilə B necə mütənasibdir? Tərs. Səbəb niyə? Uşaqlar, deyir ki, sahə dəyişmir. Bax, deyirəm ki, sahə 24. Uşaqlar, baxın, n bu qədərdir. İndi mən n-i artırsam, əlbəttə ki, uzunu biraz qısa verməliyəm ki, yenə də 24 olsun da, düzdürmü? Yəni, n-in artmasıyla uzunluq azalmalıdır. N 2 dəfə artsa, uzunluq 2 dəfə azalmalıdır, düzdür? Onda uşaqlar, belə bir şey deyək. Biri 2 dəfə artıbsa, biri 2 dəfə azalıbsa, yəni hasil dəyişibmi? Xeyr, hasil dəyişməyib. Səbəb niyə? Bax, bunu tutaq ki, vurdum 2-yə, A-nı tutaq ki, vurdum 2-yə. B-ni də 2 dəfə azaltdım, böldüm 2-yə. Hasil dəyişdi mi? Yenə də A vur B alındı, dəyişmədi. Deməli, hər zaman A ilə B-nin hasilini nə eləməlidir? Sahəsi 24 eləməlidir. İndi hər birinə uyğun yazıram. 3, 4. Bura kimi mən yazsam kifayətdir. Qalanını özünüz. Deyirəm ki, nə ilə nəyin hasili 24 edir? 1-i vuranda 24-ə. Nəyi vuranda 12 24 edir? 24-ü bölürəm 12-yə 2-ni. Nə ilə nəyin hasili 3-ün hasili 24 edir? 24-ü bölürəm 3-ə 8-in. 24-ü böldüm 4-ə, 6-nın 6-dan 4-ün hasili həqiqətən də 24 edir. Ardına özünüz fikirləşin ki, görün nə olacaq. Keçirəm 3-cü suala. 3-cü sualda deyir ki, cədvəli verilmiş x və y dəyişənin tərs mütənasib asıl olub olmadığını müəyyənləşdirin. Müəyyən eləyəcəksiniz ki, tərsdir ya deyil. Verilib. Uşaqlar, bayaq biz nə dedik? Tərs olanda nə dedik? Dedik, bunların hasili sabitdir.
Düzdürmü? 1 vur 60 neçə edir? 60. 2 vur 30 neçə edir? 60. 3 vur 20 60. 6 vur 10 60. Uşaqlar, bəli, tərs mütənasibdir. Tərs mütənasibdirsə hasili dəyişmir. Problem yoxdur uşaqlar. Qalan variantlara da baxın. Hasili eynidirsə, deməli tərs mütənasib. Yox, hasili fərqli bir ədəd alınıbsa, deməli tərs mütənasib asıl deyil. Keçirəm növbətiyə, 4-cü suala. Deyir ki, cədvəli müəyyən məbləğə cədvəldə müəyyən məbləğə alınan malın qiyməti y və bir vahidinin qiyməti x verilib. Cədvəli tamamlayın. Aha, aydındır. Bu formada verilib. Aha, uşaqlar bizə nə deyir? Cədvəldə müəyyən məbləğə alınan malın qiyməti y və bir vahidinin qiyməti x verilib. Uşaqlar, müəyyən məbləğə alınan malın miqdarı, yəni müəyyən məbləğə nə deməkdir? Yəni, sabit bir məbləğ ödəyirəm. Deyirəm ki, 5 dənə də alsam, 100 manat ödəyirəm. 6 dənə də alsam, 100 manat ödəyirəm. 7 dənə də alsam, 100 manat ödəyirəm. Yəni, müəyyən bir məbləğ almışam. Sayın aidiyyəti yoxdur. Müəyyən bir məbləğə, yəni həmişə 100 manat vermişəm. Malın qiyməti, yəni bir dənəsinin qiyməti söhbət gedir. X manat. Və sayı y dənə. Aydındır uşaqlar. Deyirəm ki, indi burada hər ikisi verilən hansı variantdadır? Bu. Düzdürmü? Deməli, 12 dənəsini almışam, 3 manatdan. Deyirəm, mən nə qədər pul vermişəm? 12 dənəsini almışam 3 manatdan. Yəni 3 manat, 3 manat, 3 manat, 3 manat, 12 dənə 3 manat elədi mi? Deməli 36 manat pul vermişəm. Deməli, buna da 36 manat vermişəm. Aydındır uşaqlar? Məbləğ dəyişmir. Cibimizdən çıxartdığımız ümumi pul dəyişmir. Deyirəm ki, neçə dənəsi 1 manatdır biri. Deyirəm ki, 36 dənə almışam ki, 36 vur 1 eləyir. Deyir ki, 8 dənə almışam. 8 vurulsun neçə 36-ya bərabərdir? Yazıram. Bunun yerinə x tutaq ki, 8 vurulsun x bərabərdir 36-ya. X bərabərdir 36 bölünsün 8-ə. Sürətli məxrəcdə 4-ə bölünə bilir. 9 bölünsün 2. X bərabərdir 4,5 manat. Deməli, bir dənəsinin qiyməti 4,5 manat imiş. Deyirəm ki, bir dənəsi 4 manatdırsa, 36-nı bölürəm 4-ə, deməli 9 dənə almışam. Aydındır uşaqlar, problem yoxdur burada. Bu formada B variantı da özünüz işləyirsiniz. Verilib 5-ci suala baxırıq. 5-ci sualda bizə nə deyir? Beşinci sualda bizə deyir ki, tənasib qrup həll etməklə suallara cavab verin. İndi A variantında alıcı 1 kiloqramının qiymətini 2 manata olan pomidordan 3 kiloqram ala bilər. O eyni pulla 1 kiloqramının qiyməti 1,5 manat olan pomidordan nə qədər alır? Deməli, 2 manatdır, düzdürmü? Pomidorun qiyməti. 2 manat olandan deyirəm ki, 3 kiloqram ala bilir. Bəs qiyməti 1,5 manat olandan neçə kiloqram alar?
x kiloqram. Problem yoxdur burada. İndi uşaqlar, fikirləşin, bu düz mütənasibdir, yoxsa tərs mütənasib? Uşaqlar, fikirləşirik. Deyirəm ki, təbii ki, kiloqramın qiyməti azaldıqca, deməli biz daha çox ala bilərik, düzdürmü? Bir var, deyirəm ki, 1 manatdan alınan, tutaq ki, nəysə, almanı 1 manatdan alanda 2 kiloqram ala bilirəmsə, 2 manatdan alanda, bahası olanda kiloqramı daha az alacam. Yəni, məbləği artdıqca bizdə ala bildiyimiz miqdarına qayır, azalır. Aydındır? Yəni, deyirəm ki, kiloqramının qiyməti azaldı. Deməli, biz daha çox ala bilərik. Deməli, tərs mütənasib, bu vurulsun, bu bərabərdir, bu vurulsun buna. X vurulsun 1,5 bərabərdir. 2 vurulsun 3'ə. 2 vur 3 neçə verir? 6. X bərabərdir. 6. Bu bizə keçəndə uşaqlar hər tərəfi 10'a vuraq. Vergül getsin. 60 bölünsün 15. Bu da bərabərdir. X bərabərdir 4. Deməli 4 kiloqram ala bilərik. Aydındır uşaqlar. Birinci tərs mütənasib yoxsa düz mütənasib olduğunu tapın ki, işləyə biləsiniz. Yoxsa işləmək çətin olur. B variantı. Bizə nə deyir B-də? B-ni də mən işləyim, seni siz. B-də deyir ki, yem ehtiyatı 60 inəyə 30 günə çatır. Bu yem ehtiyatı 90 inəyə neçə günə çatar? 60 inəyə 30 günə çatır. 90 inəyə neçə günə çatar? İndi bunlar tərs mütənasibdir, düz mütənasib uşaqlar. Tərs. Səbəb niyə? Uşaqlar, deyirəm ki, yem ehtiyatı nə qədərdir? Sabitdir. Ehtiyatı qoyublar qabaqda. Deyirəm ki, bu qədərdir. Uşaqlar, deyirəm ki, bu bir inəyə versəm, xeyli ağı yiyəcək, düzdürmü? Bu yeməyi. Amma uşaqlar 5-6 dənə inək bir yerdə yesə, 1-2 gün yiyəcəklər, fisiyo qurtaracaq. Çünki hərəsi bir qıraqdan yiyəcək, düzdürmü? Onda daha tez sərf olunub qurtaracaq. Yəni uşaqlar, inəyin sayı artdıqca bizdə sərf olunan gün nə olacaq? Az. İnəyin sayı az olduqda sərf olunan gün artacaq. Bu oldu tərs mütənasib. Tərs mütənasibdirsə yenə də bu vurulsun, bu bərabərdir, bu vurulsun, bundan istifadə edəcəm. 90 vurulsun x bərabərdir 60 vurulsun 30. X bərabərdir 60 vurulsun 30 bölünsün 90. Sürətlə məxrəcdə 30'a bölünə bilir. 1, 3. 3'ə böləndə 20. X bərabərdir 20. Deməli, 20 günə çatacaq. Həqiqətən də inəyin sayı artdı, günümüz azaldı. Aydındır uşaqlar bu formada? Bu formada işləyirsiniz. Növbəti bəndi də özünüz işləyin. C variantını özünüz. Keçirəm 6'ya. 6'da bizə nə deyir? Altıncı sualda bizdən nə istəyir? Deyir ki, müəyyən yükü daşımaq üçün hərəsi 6 ton yük götürən 12 maşın lazımdır. Deməli, 6 ton yük götürən 12 maşın lazımdır. Deyirəm, bu yükü hərəsi 9 ton götürən 8 maşınla daşımaq olarmı? Deyir ki, 6'ya 12'dirsə 9'a 8 ola bilər. Uşaqlar fikirləşirəm. Dedi ki, bu cəmiyyətlər necə cəmiyyətlərdir? Tərsdir, düzdür? Təbii ki, tərs. Səbəb niyə? Deyirəm ki, uşaqlar 6 ton götürən nə deməkdir? Yəni 6 ton cəmi yük götürə bilər. 6 ton az bir şeydir. Amma 9 ton, təsəvvür edin, bu belədirsə, 9 ton belə. Uşaqlar, bunun miqdarı artdıqca yük maşınına qayıracaq, azalacaq, düzdürmü? Yəni, çox-çox götürəndə əlbəttə ki, az sərf olunacaq yük maşını. Deməli, tərs mütənasib. Tərs mütənasibdirsə, bu vur, bu bərabərdir, bu vur, bu olmalıdır. Yazıram, 6 vur 12 bərabərdir, 8 vursun 9. 6 12'yə vuranda 72, 8 9'a vuranda 72. Bəli, doğrudur. Bərabərliyi ödədiyinə görə deyirəm ki, doğrudur. Bu formada təyin olundu. Bu da oldu bizim 6-cı sualımız. Keçirik 7'yə. 7'də bizdən nə istəyir?
7-ci sualda deyir ki, müəyyən sayda detal 6 eyni dəzgahda, 6 dəzgah. Oxuya yazın mütləq şəkildə. 6 dəzgahda suallara getdi. Aha. 4 saata hazırlanır. 4 saat. A variantında. 3 dəzgahda həmin sayda detalı neçə saata hazırlamaq olar? 3 dəzgahda neçə saata hazırlamaq olar? Bura kimi aydın? Yazın. İndi fikirləşirəm, tərsi düzdür. Uşaqlar, dəzgahın sayını azaltdım. Deməli, uşaqlar, sərf elədiyim zaman artacaq. Bir var, 6 dənəsini bir yerdə işlədim. Bir var, deyim ki, yox, siz işləməyin, 3 dənə elə bil ki, adam qırağa çıxsın. Əlbəttə ki, 3 dənəsi cəmi qalanda, azı qalanda mən daha çox zaman sərf eləyəcəm. Deməli, tərs mütənasib. Bu vurulsun, bu bərabərdir, bu vurulsun buna. 3 vur x, 3x bərabərdir. 6 vurulsun 4-ə, 24-ə. X bərabərdir. 24 bölünsün 3, o da edir 8 saata qurtaracaq. Aydındır uşaqlar? Bu bir promoy da deyə bilərdim. Deyərdim ki, dəzgahın sayı 3 dəfə azaldı. Böldüm 3-ə. Deməli, sərf elədiyim zamanı vuracam 2-yə. Aydındır uşaqlar? Böldüm 2-yə, vurdum 2-yə. Tərs mütənasib asıl oldu. Bu formada təyin elədik. 7-ci sualımızda bu formada təyin olunur. Aha. Keçək uşaqlar, bir də tərs mütənasibliyin düsturu var burada, qrafik var. Düsturla qrafik qalsın növbəti dərsimizdə, növbəti dərsimizdə izah edəcəm. Səhifə bir dənə 54-də 8-ci sual qaldı. 55-i, 54-ün 8-ci sualı növbəti dərsimizdə. Səhifə 53-54. Aydındır uşaqlar. Mövzunu bəyəndinizsə, bəyənməyi, abunə olmağı unutmayaq. Sağ olun uşaqlar.